Əzizlərim, xoş gördük hər birinizi. Bugünkü mövzumuz fiziki tərbiyə haqqında olacaq. Fiziki tərbiyə nədir? Gəlin əvvəlcədən bunu nəzərinizə çatdırım ki, fiziki tərbiyə hansı inkişaf sahəmizə aiddir? Birinci inkişaf sahəmizə aiddir. Yəni fiziki inkişaf və sağlamlığın qorunması. Fiziki tərbiyə nədir? Fiziki inkişaf nədir? Fiziki təhsil və fiziki mədəniyyət. Bunların hər biri ayrı-ayrı anlayışlardır. Fiziki tərbiyə nədir dedikdə, fiziki tərbiyənin məqsədi orqanizmin anatomik, fizioloji xüsusiyyətlərinə istinad edərək pedaqoji qanunlar əsasında uşağın inkişafını tənzim etməkdir. Fiziki tərbiyənin hansı anlayışları vardır? Yəni hansı əsas anlayışları vardır? Fiziki təhsil, fiziki inkişaf, fiziki hazırlıq və fiziki mədəniyyət. Deməli, təhsil, inkişaf, hazırlıq və mədəniyyət. Fiziki təhsil nədir? Fiziki təhsil fiziki tərbiyənin əsas mühüm anlayışlarından biridir. Uşaqda fiziki inkişaf sahəsində müvafiq bilik, bacarıq və vərdişləri yaratmaq məqsədi güdür. Baxın, yadınızda saxlayın ki, əvvəlki mövzularımızda əsas anlayış kimi məktəbəqədər təhsil nədir dedikdə, orada olan uşaqların müvafiq bilik, bacarıq və vərdişlərin yaradılması idi. Burada fiziki təhsil nədir deyəndə, eyni ilə sadəcə fiziki inkişaf sahəsində bilik, bacarıq və vərdişlərin yaradılması prosesidir. Fiziki təhsil necə olmalıdır? Uşaqlar üçün aydın və mahiyyəti açıq olmalıdır. Sonra gəlirik fiziki mədəniyyət anlayışına. Baxın əzizlərim, mədəniyyət anlayışı, fiziki mədəniyyət deyəndə təkcə cismani, yəni xarici güclülük deyil, həm də mənəvi güclülüyü nəzərdə tutur. Sonra fiziki inkişaf nədir? İnkişaf adından da göründüyü kimi inkişaf necə olur? Yəni bizdən asılı olmayaraq olur. Yəni bizdən asılı olmadan təbii proses kimi həyat tərzinin formalaşması, yəni bədəndə baş verən funksional fiziki dəyişikliklərdir. Bu olacaq fiziki inkişafa aid. Qısaca deyim, açar sözlərindən, fiziki təhsil uşaqda fiziki inkişaf sahəsində müvafiq bilik, bacarıq və vərdişlərin yaradılması, fiziki inkişaf bizdən asılı olmayan təbii prosesdir, yəni orqanizmdə baş verən proseslərdir. Ancaq və fiziki mədəniyyət, yəni mədəniyyətdən söhbət gedirsə, təkcə cismani güclülük deyil, mənəvi güclülük nəzərdə tutulur. Sonra diqqət etməli olduğunuz nüanslardan biri də fiziki təmrinlərdir. Təmrin ümumiyyətcə nə deməkdir deyəndə sizi çaşdırmasın. Yəni belə deyim, üzr istəyirəm. Yəni təmrinlər çalışmaqdır, hərəkət etməkdir. Bax bu mənanı verir. Hansı fiziki təmrinlər vardır? Əsas ümumi hərəkətlərdir. Yəni qaçmaqdır, tullanmaqdır, bunlar. Sonra bir də var idman təmrinləri. İdman təmrinləri gimnastik hərəkətlərdir, üzməkdir, dırmanmaqdır, hər hansı bir kəndirdə falan dırmanmaqdır. Bax bunlar. Və göstərişli hərəkət oyunlar. Baxın əzizlərim, burada oyunlardan söhbət gedirsə, süjetli oyunlar da ola bilər, süjetsiz oyunlar da ola bilər və yaxud gəzintilər də göstərişli hərəkətli oyunların içərisinə daxil olacaqdır. Deməli, fiziki təmrinlər neçə cür olur? 3 cür olur, 3 cür olur. Əsas ümumi hərəkətlər, idman təmrinləri, bir də göstərişli hərəkət oyunlar. Sonra fiziki tərbiyənin həyata keçirilməsi necə olmalıdır? Yəni hansı rəngarəng vasitələrlə həyata keçirilir? Yadda saxlayın, 2 cür olur. Gigiyenik faktorlar üzərində olur və təbii faktorlar. Gigiyenik faktorlar nə olacaq? Yəni gigiyena bağlı olacaq da. Təmizlikdən bağlı, faydalı qidalar olacaqdır, düzgün rejimdir. Bunlar olacaq nə? Gigiyenik faktorlara aid. Bir də var təbii faktorlar. Təbii faktorlar yəni insana asılı olmadan havadır, sudur, günəşin qəbuludur. Bax bunlar olacaq təbii faktorlar. Yəni təbiətin bizə verdiyi faktorlar. Fiziki tərbiyənin hansı prinsipləri var? Baxın, bunu qarışdırmayın. Deməli, didaktikanın prinsipləri ayrı idi. Bunları bilmişik. Ancaq fiziki tərbiyəndə ayrı prinsiplər vardır. Şuurluq və fəallıq prinsipi, əyanilik prinsipi, müvafiqlik prinsipi,
fərdi xüsusiyyətlərin nəzərə alınması, müntəzəmlik və tədricçilik. Əslində didaktikanın prinsipləri ilə demək olar oxşardır. Ancaq ayrı olaraq bəzi fərqləndirici nüanslar var. Adlarını yenidən deyirəm. Şuurluq və fəallıq, əyanilik, müvafiqlik, fərdi xüsusiyyətlərin nəzərə alınması, müntəzəmlik və tədricçilik. Şuurluq və fəallıq. Bu cümləni oxumayacağım. Cümlə sizin özünüz oxuyub yadda saxlayarsınız. Belə deyək, qısaca olaraq Lordildən. Şuurluq və fəallıq, yəni bir hər hansı bir hərəkəti düşünərək yerinə yetirilməsidir. Düşünərək, yəni şuurlu şəkildə, fəallıq isə fəaliyyət göstərməsidir. Misal üçün, uşaq fikirləşir ki, ipdən asılmış şarın altından necə keçmək olar ki, ona toxunmasın. Deməli, uşaq burada fikirləşir də həmin fəaliyyəti və sonra maneələrdən keçməyə çalışır. Yəni fəallıq göstərməyə çalışır. Sonra gəlir əyanilik prinsipi. Əyanilik prinsipi nə olacaq? Əyani vəsaitlərdən istifadədir, plakatlardan istifadədir. Misal üçün, hər hansı bir hərəkəti yerinə yetirməmişdən öncə plakat vasitəsilə həmin şəkli göstərir və uşaq başlayır onu yerinə yetirməyə. Yaxud hər hansı bir hərəkəti yerinə yetirməmişdən əvvəl notebook vasitəsilə, İKT-dən belə deyim, informasiya, kommunikasiya, texnologiya vasitəsindən göstərir, sonra uşaq başlayır onu yerinə yetirməyə. Bu olacaq nə? Əyanilik prinsipi. Sonra gəlir nə? Müvafiqlik. Müvafiqlik nədir? Yəni müvafiq olmaq. Yəni uşaqların imkanlarına müvafiq olmaq. Yəni uşaqların imkanlarını nəzərə almaq. Yəni istər onun yaşı olsun, fiziki olsun, yaxud anlıq səviyyəsi olsun. Bax bunların hər birini nəzərə almaq müvafiqlik prinsipinə uyğun olacaq. Sonra digər prinsipimiz olacaq tədricçilik prinsipi. Tədricçilik prinsipi tədricən ya çətinləşdirmə, belə deyək. Hər hansı bir nə isə bir hərəkəti yerinə yetirdikdə onu sadə təmrinlərdən başlayaraq tədricən mürəkkəbləşdiririk, yəni çətinləşdiririk. Yəni bədən öyrəşdikcə, orqanizm öyrəşdikcə çətinləşdirməyə başlayırıq. Bu olacaq tədricçilik prinsipinə aid. Bu qədər. Sonra gəlir, fiziki tərbiyədə istifadə olunan bir çox metodlar vardır. Hansı metodlar vardır? Əyani metod, şifahi metod və praktiki metod. Əyani metod nədir? Əyani metod əyani vəsaitlərdəndir, imitasiyadır, köməkdir, görmə orientasiyasıdır. Bax, bunlar olacaq əyani metoda daxildir. Baxın, bunu çox diqqətli olun. Nələr daxildir dedikdə əyani metoda? Əyani vəsaitlərdir, imitasiyadır, köməkdir və görmə orientasiyası. Əyani plakatlardır, şəkillərdir, oyuncaqlardır. Bax, bunlar olur nə? Əyani vəsaitdir. İmitasiya nədir? Desəz ki, bəs müəllimə, imitasiya nədir? Yadda saxlayın ki, imitasiya oxşatmadır, bənzətmədir. Təqlid etmə nədir? Yəni, oxşatma, bənzətmə. Misal üçün, dovşan kimi hoppanmadır, ayı kimi pəncələri üstündə uşaqlar gəzir. Hər hansı bir cizgi filmə baxır, uşaqlar dovşan kimi hoppanmağa başlayırlar. Ayı kimi pəncələrin üzərində gəzməyə başlayırlar. Bu olacaq nə? İmitasiya. Yəni, oxşatmaq, bənzətmə. Sonra gəlir şifahi metodlar. Şifahi metodlara nələr daxildir? İzahdır, göstərişlərdir, sərəncamdır. Baxın, müəllimələr, əsas diqqət etməkdir. İzah göstərişləri bilə bilərsiniz, yəni çox rahatdır. Sərəncamı da yadda saxlayın ki, bu da şifahi metodlara daxil olacaq. Şifahi metodların mahiyyəti nədir? Misal üçün, hər hansı bir əşyanı, hər hansı bir hərəkəti göstərməmişdən qabaq, ona bir ad qoyuruq. Misal üçün, qazlar, yaxud can pişik. Uşaq baxır, onların hərəkətlərinə uyğun yerinə yetirməyə başlayır. Bir də yadda saxlayın ki, sərəncam hansı metoddadır dedikdə şifahi metodda aid olacaqdır. Yəni, hər hansı bir idman hərəkətinin icrasına başlamamışdan əvvəl verilən komandadır. Deməli, komanda hər hansı bir hərəkətin icrasına başlamamışdan əvvəl verilən komanda olacaq nəyə? Aid, sərəncama aid. Daha sonra gəlir praktik metodlar. Praktik metodlar praktika ilə bağlıdır, tətbiq etmə ilə bağlıdır. Misal üçün, belə deyək,
Oyun metodunu buna aid göstərə bilərik. Praktik metoda aid oyun metodunu göstərə bilərik. Yəni tətbiq edərək. Oyun metodu da məktəbəqədər yaş dövründə daha çox tətbiq edilən metodlardan biridir. Yəni tərbiyəçi oyuna başlamazdan əvvəl uşaqlara müvafiq məlumat verir. Oyunun məqsədinidir, icra müddətinidir, bunların hər birini izah edir. Sonra uşaqlarda oyunda qalib gəlmək üçün düşünməkdir, qaydalara əməl etməkdir, çətinliklərə dözməkdir və sair və ilə axır bu kimi əxlaqi keyfiyyətləri yaradır. Sonra uşaqlar, bunu tətbiq etməyə başlayırlar. Həmçinin tətbiq etmə olaraq, yəni praktik metod olaraq yarış metodunda istifadə etmək çox faydalıdır. Bax, bunu yadda saxlayın. Deməli, qısaca olaraq deyək, neçə metodlar oldu? Fiziki tərbiyədə 3 metod oldu. Əyani metod, şifahi metod və praktik metod. Sonra fiziki tərbiyənin səmərəli təşkil olunması. Qısa cümlələrdən deyəcəm, ancaq bunu hər birini oxuyun ki, məlumatınız olsun. Düzgün planlaşdırılmalıdır. Uşaqların birinci təkcə bacarıqların mənimsənməsi deyil, məşğələdə tutulmuş bütün vəzifələrin təmin olunması vacib nüanslardan biridir. Bu qədər əzizlərim, asan mövzulardan biridir. Çalışın, nə isə öyrəndikdə əzbərləmək yox, daha çox tətbiq etmək və praktikada tətbiq edərək öyrənmək sizin üçün daha rahat olacaq və imtahan zamanında yadınızdan çıxmayacaq. Oldu, çox sağ olun, təşəkkür edirəm.